Salam gözəl insanlar, əziz dostlar. Bir neçə saatdır İsrail təbii ki Amerika dəstəyi ilə İranı vurmağa başladı. Mən yenə də bu bölgədə başqalarının fetvası ilə, əmri ilə, müdaxiləsi ilə hər hansı bir demokratik dəyişikliyi düzgün hesab eləmirəm. Ölkələrin içindən dəyişiklik olmalıdır, amma bəzi hallar var ki, biz mövcud duruma uyğunlaşmaq zorundayıq və mövcud duruma uyğunlaşmadığımız, planlı proqramlı hərəkət eləmədiyimiz hər an bizim əleyhimizə işləyir. Bu günə qədər Azərbaycan da, Türkiyə də İranın bütövlüyünü dəstəkləyirdi. Deyirdi ki, biz İrana müdaxiləni qəbul eləmirik, amma artıq İrana müdaxilə başlayıb. İranda dəyişiklik labüddür. Ona görə də mən Türkiyə və Azərbaycan hökumətlərini bir an öncə Güney Azərbaycanla bağlı necə davranacaqlarını, İranda dəyişiklik olacağı halda Güney Azərbaycanın vəziyyətinin, haqlarının necə olacağının, planın, proqramının tökülməsinin, hesablanmasının tərəfindəyəm, buna səsləyirəm. Çünki biz yenə də Güney Azərbaycanı taleyin oyununa və ya orada baş verən oyunlara tərk eləyə bilmərik. Uğurlar arzulayıram.